Salam, hər vaxtınız xeyirli olsun. Xəmsə Milli İntellektual oyunu yenidən İctimai Televiziyanın efirindədir. Çempionlar Kubokunda mübarizə davam edir. Bugün biz 4-cü oyunu izləyəcəyik. Qeyd edeyim ki, ilk 3 görüşdə ardıcıl olaraq Vendetta komandasının qələbəsi qeydə alınıb və bu komanda bugün də iş başında olacaq və onları əsas mükafatdan 2 qələbə ayrılır. Ardıcıl 2 oyuncular qələbə lazımdır. Və indi biz komandalarla tanış oluruq. Belaçal komandası Vüqar Bəhmənzadə, Seymur Elyazlı, Kənan Məmmədli, Nicat Xəlilov və Samir Elyazlı. Vendetta komandası Ruslan Məmmədov, Ülvi Məhrəliyev, Elşən Quliyev, Elvin İbrahimov və Azər Abbasəliyev. Mozalan komandası Əli Babazadə, Hikmət Əliyev, Eşkin İbrahimov, Elgün Abdurrəhmanov və Fuad Rəsulzadə. Rota Fahmi komandası Murad Rüstəmov, Sadiq Yusufi, Vüqar Məmmədov, Elvin Babayev və Beyrək Rəhimov. Komandalarla və onların heyətləri ilə tanış olduq. İndi isə oyuna başlamaq olaraq ilk olaraq bəlli raund keçirilir. Bəlli raundun qaydaları belədir. Öncədən 5 mövzu elan olunur və komandalar mövzulara uyğun olaraq öz oyunçularını təyin edirlər. Diqqətli olun, bəlli raundun mövzuları bunlardır. Mebel, musiqi alətləri, millətlər və xalqlar, gördükcə lal eylər məni və son olaraq quşlar adlanan mövzu oynanılacaq. Quşlar yoxsa diyar eylər? Diyar eylər milli şeylər. Birinci Mebel. Mebel kimdir Mebel? Bəlli raunda başlayırıq. İlk olaraq Mebel mövzusu oynanılacaq və ilk iştirakçılar öz yerlərini ala bilərlər. Buyurun. İlk vaxtlar bu söz ərəb, fars və türk dillərində yazılmış 2 komanda, 3 komanda düyməsidir. Belaçal. Təkrar et. Mebel. Mebel cavabı səhvdir. Mozalan. Divan. Vərəqlər, siyah sorular dəftərxananı ifadə edir. İndi isə bu söz mebel predmetində ifadə edir. Divan cavabı düzgündür. Madam Petxovaya aid olan bu mebel predmetlərini usta Qams düzəltmişdi. Rotefahne? 12 stul. 12 stul, bəli. İlf və Petrovun məşhur əsərindən sualımız gəldi. Mövzu davam edir. 1750-ci illərdə Londonda emalatxana açmış bu İngiliz bütün dövrlərin ən məşhur mebel dizayneri sayılır. O, Thomas Chippendale idi. Chippendale. Mebel 400. Bu tanınmış rəssam 1888-ci ildə Gauguin'in Kreslosu əsərini çəkmişdi. Mozalan? Vincent van Gogh. Vincent van Gogh, bravo! Növbəti xallar Mozalan komandasının hesabına yazılır. 2010-cu ildə aparılan arxeoloji qazıntılardan sonra bəzi tarixçilər iddia edirdilər ki, Chester şəhərində tapılan amfiteatr bunun prototipi olub. Chester şəhərində tapılan amfiteatr bunun prototipi olub. Arxeoloji qazıntılar. Söhbət dəyirmi masadan gedirdi. Kral Artur. Gəlin. Bəlli raund davam edir. Musiqi alətləri adlanan mövzunu oynayırıq. İştirakçılar öz yerlərini ala bilərlər. İlk sual 100 xal. Musiqi alətləri səsləndirmə tərzinə görə 3 qrupa. Simli, nəfəs alətləri və buna bölünür. 3 komanda düyməsi Belaçal qabaqlayıb. Zərb alətləri. Zərb alətləri. Simli, nəfəs və zərb alətləri. Düzdür. Məhz o tarın çanağını dərin qazmaq hesabına çəkisini azaldaraq Mozalan. Mirzə Sadıqcan. İlk dəfə olaraq tarı diz üstündən sinəyə qaldırılmışdı. Sadıqcan eləmişdi bunu. Düzdür. 1981-ci ildə gitara və sintizatorun hibridi olan bu musiqi aləti yaranmışdı. Gitara və sintizatorun hibridi Klavitara idi. Klavitara. Bu bəstəkarın Xan Qızı Natəvan operasının premyerası 2003-cü ilin dekabrında olmuşdu.
Xan qızı Natəvan operasının premyerası. Hansı bəstəkar? Vasif Adıgözəlov. Vasif Adıgözəlov edir. Mövzudan son sual. Kökdən düşmüş piyanin əsərinin müəllifi məhz bu yazıçımızdır. Məşhur tamaşa da var. Biz isə əsərin müəllifini soruşuruq. Əsərin müəllifi Mövlud Süleymanlı idi. Mövlud Süleymanlı. Buyurun. Bəlli raundda millətlər və xalqlar adlanan mövzu oynanılacaq. İştirakçılar öz yerlərini aldıqdan sonra gəlin. Bu termin 19-cu əsrin əvvəlləri fransız səyahətçisi Anquetil Duperron tərəfindən farsları və mediaları bildirmək üçün təklif olunmuşdu. 1818-ci ildə Alman romantiki Friedrich Schlegel tərəfindən daha geniş anlamda işlənməyə başladı. Ötəfahını? Ari. Ari, düzdür. Ari. Kanada hindularının dilində bu xalqın adının tərcüməsi çiğ ət yeyən insan mənasını verir. Bu xalqı özlərini isə Inuit adlandırırlar. Bu xalqın nümayəndələri. Inuit. Eskimoslar. Eskimoslar, düzdür. Rudyard Kiplingin Cəngəlliklər kitabında məhz bu uydurma meymun xalqının adı çəkilir. Uydurma meymun xalqı. Bu dəfə də Vendetta'dan Banderloglar. Banderloglar, düzdür. Banderlog dəqiq cavabdır. Olduqca məhsuldar bir oyun izləyirik. Rusiya, Almanya və Qazaxstanın birgə istehsalı olan bu film Çingiz Xanın həyatından bəhs edir. Bu dəfə də Vendetta. Mongol. Mongol, düzdür. Son sual. Millətlər və xalqlar 500. Tatar xalqının qəhrəmanlıq tarixindən bəhs edən Altun Saç və İldar operalarının libretto müəllifi olan bu şair gizli təşkilatda iştirakına görə Pletenziya hərbi həbsxanasında 1944-cü ildə edam olunmuşdu. Bir dənə onların ən məşhur var. Hətta orta məktəb dərsliyində də bir ara onun adına biz rast gəlirdik. İndi dəqiq bilmirəm, qalıb yoxsa yox. Musa Cəlil. Musa Cəlil idi. Gəlin. Növbəti mövzunun adı çox maraqlıdır. Gördükdə lal eyləri mənə adlanan bir mövzu oynayırıq. Buyurun. Sual Yusxa. Qədirağa Əzimov Böyük Dayaq filmində bu obrazı canlandırıb. Rotefahını? Lal Hüseyin. Lal Hüseyin obrazı canlandırıb, düzdür. Lal Bahadur Şastri 1964-66-cı illərdə bu ölkənin ikinci baş naziri olmuşdu. Lal Bahadur Şastri. Belaçao? Hindistan. Hindistan, düzdür. Belaçao komandasının hesabına xallar yazılır, davam edirik. Azərbaycanın bir sıra bölgələrində, məsələn Naxçıvanda, bu musiqi alətinin 2, 4, 6 və 9-cu pərdələri lal adıyla tanınır. Hansı musiqi alətinin 2, 4, 6 və 9-cu pərdələri lal adıyla tanınır? Söhbət sazdan gedirdi, sazın. 1963-cü ildə bu gələcək Nobel mükafatçısının ailəsində lal və şikəst doğulan oğlan uşağı dünyaya gəldi. Bir il sonra yazıcı bundan yaranan ağrını özündə əks etdirən şəxsi təcrübə adlı avtobiyografik romanı qələmə alır. 1965-ci ildə isə onun atom bombardımanının qurbanları haqqında Hiroşimadan qeydlər essesi işıq üzü gördü. Hiroşimadan qeydlər. Mozalan? Kenzaburo Oe. Oe Kenzaburo, düzdür. Düzgün cavabdır. Oe Kenzaburo. Nobel mükafatı almışdı. Bu lalkar yazıcı və pasifist Celab İnstitutunun keçirdiyi sorğuda ötən əsrin ən çox sevilən şəxslərindən biri seçilmişdi. Bu lalkar yazıcı və pasifist Celab Üniversitetinin keçirdiyi sorğuda ötən əsrin ən çox sevilən şəxslərindən biri seçilmiş. Söhbət Ellen Keller'dən gedir. Ellen Keller. Buyurun. Bəlli raundun son mövzusu oynanılır, quşlar adlanır və oyunçular öz yerlərini ala bilərlər. Gəlin. Onların elmi adı Athenodites Forster'dir. Çexlər və Polyaklar onu Çar, Almanlar və Danimarkalılar Kaiser adlandırırlar. Belaçao? Papukaylar. Necə? Papukaylar. Yox. Çexlər və Polyaklar onu Çar, Almanlar və Danimarkalılar da Kaiser adlandırırlar. Biz isə onu İmperator pingvini kimi tanıyırıq. İmperator pingvini.
Quşlar 200. Poeziya tarixində ən məşhur şeirlərdən hesab olunan Quzğun şeirini bu Amerikalı ədib yazıb. Dedektiv. Mazalan? Jack London. Jack London deyil. Quzğun. Edgar Allan Poe yazıb. Davam edirik. Yeni Qvineyada yaşayan Papua Pitahui dünyada yeganə belə quş hesab edilir. Papua Pitahui dünyada yeganə belə quş hesab edilir. Yeni Qvineyada yaşayır. O, dünyada yeganə zəhərli quş hesab olunur. Mövzu davam edir. 4-cü sual, nominal 400. Bəzən şahin şəklində təsvir edilən bu Allah qədim Misir mifologiyasında səma və günəş ilahı sayılırdı. Onun adı qədim Misir dilində səma, yüksəklik mənasını verir. Bela Çao? Ra. Ra deyil. Düzgün cavab, qor. Quşlar mövzusundan son sual. Yeni Zelandiyada yaşayan kakapa quşları uça bilməsələr də, bəzən qanadlarını hərəkət etdirərək sanki uçmağa cəhd edirlər. Douglas Adamsın sözlərinə görə, bu quşlar yalnız uçmağı unutmayıb, onlar həm də nəyi unudub? Bela Çao? Qanat salmaq unutub. Yox. Onun sözlərinə görə bu quşlar, deməli həmin quşlar qanadlarını hərəkət etdirərək sanki uçmağa cəhd edirlər. Douglas Adamsa deyirdi ki, o quşlar yalnız uçmağı unutmuyorlar, həm də uçmağı unutduğunu unudub. Bax belə. Beləliklə oyunun ilk mərhələsi bəlli raund sona çatdı. Biz ikinci mərhələyə keçid alırıq. Sırada şərtli raunddur. Şərtli raundda qaydalara əsasən mövzular növbə ilə elan olunur və komandalar sırayla öz oyunçularını tribunaya göndərirlər. İlk olaraq biz şərtli raundda alışıb yanan mövzunu oynayırıq. Şərtli raunda start verilir və biz ilk iştirakçıları kürsü arxasında gözləyirik. Gəlin. Əvvəlcə xal durumu nəzərdən keçirək. Bela Çao -800, Rotefahn 400, Vendetta və Mozalan 900 xalla ilk mərhələdən sonra liderliyi bölüşür. Şərtli raundda ilk sual alışıb yanır mövzusundan. Bu, odda yanmır, suda batmır. İlk olaraq Rotefahn. Cavab? Cavab. Versiya yoxdur. Keçidi alırıq Bela Çao komandasına. Bu buzdur. Buz, odda yanmır, suda batmır. Buz. Növbəti sual dəyər 400 xal. Yaşamaq yanmaqdır, yanasan gərək. Həyatın mənası yalnız ondadır. Bela Çao. Bu Bəxtiyar Vahabzadənin Şam əgər yanmırsa, yaşamır demək, onun yaşamağı o yanmağındadır misralar. Bəxtiyar Vahabzadənin hansı şeirindəndir? yaşamaq olar. Ömür şeirindəndir, ömür. Biz müəllifi soruşurduq, Bəxtiyar Vahabzadə düzgün cavabdır. Yaddaşını itirmiş Milanlı bukinist Giambattista Badoni bu yazıçının qələminin məhsulu olan Çariçe Luana'nın sehirli alovu romanının baş qəhrəmanıdır. Çariçe Luana'nın sehirli alovu romanı. Giambattista Badoni. Söhbət Umberto Eco'dan gedirdi. Umberto Eco. Mövzu davam edir. 1975-ci ildə yaradılmış İskra zavodu 2008-ci ildən Alov zavodu adıyla bu dövlət müəssisəsinin tabeliyində fəaliyyət göstərir. Bela Çao. Azərbaycan Respublikası. Cavab. Cavab Azərbaycan. Səhvdir cavab. Rotefahn. Bu dövlət. Dövlət müəssisəsi Bəli. olsun neft emal zavodu. Yox. Alov zavodu digər komandalar düyməni sıxmırlar. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Müdafiə Sənayesi Nazirliyi.
Mövzudan son sual oxuyuram. Kanada Milli Qaleriyası tərəfindən rəssam Barnett Newmanın bu əsərinin əldə edilməsi bir vaxtlar səs-küyə səbəb olmuşdu. Abstrakt ekspresyonist və rəngli sahə rəssamlığının görkəmli nümayəndəsi idi Barnett Newman. Əsər də çox maraqlı, hansı o kimi bayrağa oxşayır elə bir əsər, amma qeyri-adi bir şey yoxdur, ancaq çox məşhur. Alovun səsi idi əsərin adı, Alovun səsi. Buyurun. Şərti raund davam edir. İkinci mövzunun adı belədir, iynə. İynə adlanan mövzu oynanacaq. Gəlin. İynə mövzusu ilk sual belədir. 1853-cü ildə veterinar həkim Charles Gabriel Pravas və Alexander Wood Mozalan? İqla terapiya, Yox. iynə ilə müalicə. Səhvdir. Bir-birlərindən xəbəri olmadan Almancadan tərcümədə sıçratmaq mənasını verən bu aləti ixtira etmişdilər. Vendetta? Şpritz. Şpritz. Düzdür. Şpritz Alman sözüdür. Mövzu davam edir. Qazax film studiyasında çəkilmiş İynə filmində kino qrupunun bu rəhbəri Vendetta Viktor Tsoi. hansı obraz yaratmışdı? Moro obrazını yaratmışdı. Viktor Tsoi cavabı düzdür. İynə mövzusu davam edir. İtaliyanın bu moda şəhərində iynəyə saplanmış rəng-bərəng iynə sap heykəlini görmək olar. Mozalan? Milan. Milan, düzdür. Məhz İlanda rəng-bərəng iynə sap heykəlini görə bilərsiniz. Məhz bu folklor nümunəmizdən biri iynə, iynə ucu düymə sözləri ilə başlayır. İynə, iynə ucu düymə sözləri hansı folklor nümunəmiz belə sözlərlə başlayır? Yanıltmancıdır. Yox. Sanama. Məhz sanama. Uzun qanadlar fəsiləsinə aid olan bu quş Rotefahne İynəcə deyəcəkdim. yox. Cavab səhvdir. Uzun qanadlar fəsiləsinə aid olan bu quş cinsinin 12 növü var. Bu quş cinsi iynə quyruq adlanırdı. İynə quyruq. Mövzu sona çatır. Üçüncü mövzu başlayacaq. Təbii ki, iştirakçılar öz yerlərini aldıqdan sonra. Psixi pozğunluqlar adlanan mövzunu oynayırıq. İlk sual dəyəri 200 xal. Əhatəsində olan insanlara bədbəxtlik gətirməklə və ziyan vurmaqla öz dəyərini göstərməyə çalışan psixopatik meyillik eramızdan əvvəl 356-cı ildə Efesdəki Artemida məbədini yandırmış bu şəxsin adını daşıyır. İlk olaraq Mozalan. Herostat. Herostrat, düzdür. Məhz onun adını daşıyır. Mövzu davam edir. Ailədə uşaqlardan birinin valideyn məhəbbətdən məhrum olmasından yaranan nevrotik kompleks Adəmin bu böyük oğlunun adı ilə adlandırılır. Vendetta. Kain sindromu. Qabil. Qabil. Qəbul edirəm, Qabil cavabı düzgündür. Mövzudan üçüncü sual eşitirik. Dəli bir ağlamaq keçir könlümdən şeirinin müəllifi məhz bu şairimizdir. Məşhur bir şeirdir. Dəli bir ağlamaq keçir könlümdən şeirinin müəllifi Nüsrət Kəsəmənlidir. Ani olaraq meydana çıxan bu psixi pozğunluq Malay arxipelagında aborgenlər arasında geniş müşahidə olunmuşdu. Stefan Zweig 1922-ci ildə bu adda novellada yazmışdı. Amok adlanırdı. Başrolda Mel Gibson'ın çəkildiyi 1979-cu ilə aid bu anti-utopik filmdə hadisələr yaxın gələcəkdə Avstraliyada cərəyan eləyir. Mel Gibson çəkilib başrolda. Söhbət Dəli Max filmindən gedir. Dəli Max. Buyurun. Şərtli round davam edir. Dördüncü mövzumuz Mafiya adlanır. Biz əvvəlcə iştirakçıları tribunaya dəvət edirik. Buyurun. İlk sual dəyəri 200 xal. Siciliyalılar bu mafiya qanunu barəsində deyir ki, artıq iki düymə sıxıldı. Mozalan.
Yəqin ən məşhur mafiya qanunu Omerta. Nə deyirlər orada? Susmaq prinsipindən sonra. Kim lal, kar və kördürsə 100 il yaşayacaq. Alyoxin bu debütü gangsterlərin qaranlıq otaqda atışmasına bənzətmişdi. Alyoxin Vendetta? Siciliya debütü. Necə? Siciliya debütü. Siciliya debütü cavabını qəbul edə bilmərəm. Mozalan? Sicilyanskaya zaşita, Siciliya müdafiəsi. Müdafiəsi. Siciliya müdafiəsi cavabı dəqiqdir. Tarixçilərin fikrincə mafiyanın Amerika Birləşmiş Ştatlarında təşəkkülünə səbəb 1920-ci ildə qəbul olmuş məhz bu qanun olmuşdur. İçki yasağı. Quru qanun, düzdür. Norveçlilər mafiya oyununu 1984-2001-ci illərə çəkilmiş bu filmin baş qəhrəmanı adıyla adlandırırlar. 1980-2001-ci illərdə çəkilib serial. Hansı serial? O zaman? Sprut olmasın. Bravo! Sprut! 6 mövsüm davam etmiş bu Amerikan televiziya serialı New Jersey'də yaşayan İtalyan-Amerikan mafiya ailəsindən bəhs edir. Cosa Nostra deyək. Soprano ailəsi. Soprano ailəsi. Gəlin. Son olaraq şərtli raundda Çəhrayı mövzu oynanılacaq. Buyurun. İlk sual dəyəri 200 sual. Onun iştirakı ilə çəkilmiş ilk multiplikasiya filmi isə Pink Pink. 4 komandanın 4-də düyməni sıxdı. Başlayaq Rota Faxrıdan. Pink Panther, Çəhrayı Pantera. 1964-cü ildə Oscar mükafatına layiq görülmüşdü. Çəhrayı Pantera düzgün cavabdır. Azərbaycan ərazisində də yaşayan bu quş Baham adalarının gerbində təsvir olunub. Vendetta? Flamingo. Və bizə ona qızıl qaz deyirlər. Flamingo da Çəhrayı Flamingo. Çəhrayı Flamingo sayıram düzgün cavab kimi. Mövzu davam edir. Buddy Van Horn'un action komediya janrında çəkdiyi bu filmdə baş rollarda Clint Eastwood və Bernadette Peters çəkilmişdilər. Filmin adı Çəhrayı Cadillac idi. Bu müstəmləkəçi dövlətin baş tutmayan Çəhrayı xəritə planı Angola və Mozambik arasındakı qeyri-daxili ərazilər iki kolonial imperiyanın birləşməsini nəzərdə tuturdu. Hansı dövlətə? Çao. Portuqaliya. Bravo. Məhz Portuqaliyanın. Düzdür cavab. Onun çəhrayısına ürək ritmlərində, beynin elektrik fəaliyyətində Vendetta. Səhrayı səsküy. Şum. Kosmik cisimlərin elektromaqnit şüalanmasında rast gəlinir. Səsküy, düzdür. Beləliklə, oyunun ikinci mərhələsi də sona çatdı. Biz üçüncü raunda, sirli raunda keçid alırıq. Sirli raundun qaydaları belədir. Oyuncular yalnız öz yerlərini tutduqdan sonra mövzunun adıyla tanış olurlar və biz indi oyuncuların təyin olunması komandalara qısa vaxt veririk. Oyunun üçüncü mərhələsində sirli raunda start verilir. İlk iştirakçılar öz yerlərini ala bilərlər. Əvvəlcə xal durumuna nəzər yetirək. Rotefahını mənfi 1400, Belaçao mənfi 200, Vendetta 2900, Mozalan 3500 xalla liderdir. Sirli raundda şahmat adlanan mövzunu oynayırıq. Yalnız bir dəfə istisna olmaqla 1952-ci ildən 1990-cı ilədək keçirilmiş bütün şahmat olimpiyadalarının qalibi bu dövlətin yığması olmuşdur. Belaçao? Rusiya. Səhv cavab. Vendetta? SSR. SSR. Məhz belə. Mövzu davam edir. WCBO-nun devizi belə səslənir. Döyüşlər ringdə baş verir, müharibələr isə lövhədə aparılır. Vendetta? Beynəlxalq şahboks. WCBO hansı idman növünün ümumi təşkilatı soruşurduq? Şahboks. Düzdür. Şahmat 900. Tarixçi İshak Linder şahmatın qədim Rus dövlətinə 8-9-cu əsrlərdə bu ölkədən gəldiyini iddia edirdi. Hardan gəldiyini iddia edirdi?
İshak Linder'in Aa, İshak Linder'in belə yazdıqlarına görə şahmat 8-9-cu əsrdə Rus dövlətinə Azərbaycandan gəlmişdir. Məhz Azərbaycandan. Bu əsərin baş qəhrəmanı olan qızcığaz öz səyahətinə ikinci üfüqi xəttdə olan piyada ilə başlamış, sonunda vəzir olmuşdu. Yəni kraliçə olmuşdu. Alisa. Yox. Bu əsərin baş qəhrəmanı olan qızcığaz öz səyahətinə ikinci üfüqi xəttdə olan piyada ilə başlamış, sonra kraliçə olmuşdu qızcığaz. Alisa. Cavab, hansı əsər? Risk eləyən? Alisa mənzərə. Yox. Alisa güzgü arxasında. Güzgü arxasında. Son sual belədir. Bir neçə il əvvəl Macarıstan Poçt İdarəsi ölkədə şahmatın tarixinə həsr olmuş poçt miniatürləri seriyasını buraxdı. Onun neçə miniatürdən ibarət olduğunu deyin. Belaçav? 9. Səhvdir. Poçt miniatürləri seriyası buraxılıb. 64. 64. 64 xana. Gəlin. Sirli raundda ikinci mövzu oynanılır. Oyunçular kürsü arxasında öz yerlərini alsınlar. Pişiklər mövzusunu oynayırıq. Əsl adı Selina Kale olan bu komiks qəhrəmanı ilk dəfə Batman haqqındakı komikslərin Belaçav Qadın pişik. komikslərin personajı kimi meydana gəlsə, sonralar onun barəsində ayrıca komikslər yazıldı. Pişik qadın. Düz cavab. Andrew Lloyd Webber'in Pişiklər müzikli. Vendetta. Cavab. Səndə düzgün cavab yoxdur. Davam edirəm. Andrew Lloyd Webber'in Pişiklər müzikli bu İngilis-Amerikan şairinin 1939-cu ildə uşaqlar üçün yazdığı şeirlər kitabının motivləri əsasında yaranmışdı. Məşhur bir müzikaldır Andrew Lloyd Webber'in Pişiklər müzikli. Biz soruşuruq ki, bu müzikal hansı kitabın motivləri əsasında yazılıb? Versiya yoxdur. Thomas Eliot. Thomas Eliot. Sualı sona kimi gözləməliydin. Bilirdin düzgün cavabı. Thomas Eliot. Bu cizgi film personajını faşist İtaliyasında Mio Mao adlandırırdılar. Bu cizgi film personajını faşist İtaliyasında Mio Mao adlandırırdılar. Söhbət Felix'ten gedirdi. Felix. Kiçik Edda'ya inansaq, bu Skandinaviya ilahəsinin arabasına nəhəng qanadlı pişiklər qoşulmuşdu. Skandinaviya mifologiyasına gəlib çıxmışıq. Hansı ilahənin belə deyək, arabasına nəhəng qanadlı pişiklər qoşulub? Freya'nın, Freya. Və pişiklərin mövzusunda son sual. Əfsanəyə görə sıçanları yaradan Allah pişikləri yaratmağı unutmuşdu. Ona görə də Nuhun gəmisinin alt hissəsini gəmirən sıçanların qarşısını almaq üçün Nuh bu heyvanın belini sığallamış, sonra bu heyvan asqırdıqda burnundan bir cüt pişik çıxmışdı. Hansı heyvan? Söhbət? Şir. Şirdən gedirdi. Gəlin. Sil round davam eləyir və biz 3-cü mövzunun iştirakçılarını dəvət edirik. Buyurun. Wales adlanır mövzumuz. Wales. Walesli sehirbaz ləqəbli bu futbolçu 14 may 2011-ci ildə Mozalan Ryan Giggs. İngiltərə Premier Liqasının çempionu adını qazanan ilk Walesli kimi tarixə düşmüşdü. Wales'da Milkwood Films adlı şəxsi kino şirkətə sahib olan bu Walesli aktrisa bizə daha çox Antonio Banderas'la birgə çəkildiyi Zorro əfsanəsi filmindən tanışdı. Vendetta. Catherine Zeta-Jones. Catherine Zeta-Jones. Düzgün cavabdır. Və yenidən iki hakimiyyətli yarandı iki komanda arasında. Yeni Cənubi Wales ştatının inzibati mərkəzi bu şəhərdir. Ötəfahını. Olsun Melbourne. Yox, Melbourne deyil.
Elə Yeni- belə versiya var. Yeni Cənubi Wales ştatı inzibati mərkəzi. Perth deyil. Sydney. 1911-ci ildən bu mərasim 2-ci Eduardın doğulduğu Wales'ın Carnarvon qəsrində həyata keçirilir. Rotefahane. Bəlkə inaugurasiya. Yəni Yox. təltif. Nəyin təltif olması? Olsun zadəgan titulun təltif olması. Seyf titulun təltif olması. Yox. Cavab səhvdir. Tam dolğun cavab verə bilmədin. Dəqiqləşdirmə lazım idi. Cəngavər titulun Yox, cəngavər deyil. O Wales şahzadəsinin təyin olunma mərasimi. Wales şahzadəsinin və Wales mövzusundan son sual səslənir. 570 milyon il bundan əvvəl başlanmış Paleozoy erasının bu dövrü Wales'in Latın dilindəki adından götürülüb. Paleozoy erasının bu dövrü Wales'in Latın dilindəki adından götürülüb söhbət. Mel. Cambry. Məhz Cambry. Gəlin. Sil round davam edir. Növbəti mövzu oynanılacaq. İştirakçılar öz yerlərini ala bilərlər. Mövzunun adı belədir. Eşqdir mehrabı uca göylərin. İlk sual belədir, 300 xal dəyəri. Rauf Hacıyevin bəstəsi olan Sevgilim mahnısını Rəşid Behbudovun ifasında bu filmdə eşitmək olar. Vendetta. Bəxtiyar. Səhvdir cavab. Bela Ciao. Sevgilim mahnısını. Rauf Hacıyevin Sevgilim mahnısını. Mən də Bəxtiyar deyəcəydim. Bela Ciao və Vendetta komandalar suala səhv cavab verirlər. Keçirlər Mozalan komandasına. Görüş. Yox, görüş cavabı da səhvdir. Romeo mənim qonşumdur filmində. Romeo mənim qonşumdur. Mövzu davam edir. Sənətşünas Krasovskaya deyirdi ki, yatmış gözəl 19-cu əsr balet kəşflərinin sintezi olduğu kimi, bu balet də 20-ci əsrin balet kəşflərinin sintezidir. Mövzunun adını yada salaq. Eşqdir mehrabı uca göylərin. Bu balet 20-ci əsrin balet kəşflərinin sintezidir. Leyli və Vendetta. Məcnun. Leyli və Məcnun. Leyli və Məcnun cavabı səhvdir. Söhbət Arif Məlikovun Məhəbbət əfsanəsi baletindən gəlir. Məhəbbət əfsanəsi. Hinduizmdə sevgi Allaha olan bu illah şəkər qamışından düzəldilmiş yay və 5 oxla təsvir edilirdi. Hind mifologiyası. Otefahane? Olsun Kama. Kama, düzdür. Mövzu davam edir. Bütün digər hissləri üstələyən, uzun müddət davam edən və cavabsız qalan sevgini ifadə edən sindrom Vendetta. Platonik sevgi. Səhvdir cavab. Bela Ciao. Səmavi sevgi. Bu cavab da səhvdir. Mozalan. Platonizm sindromudur. Cavabım Səhvdir, platonizm. səhvdir. 3 komanda üçün suala səhv cavab verdi. Bütün digər hissləri üstələyən, uzun müddət davam edən və cavabsız qalan sevgini ifadə edən sindrom bu fransız yazıçısının qızının şərəfinə Adel sindromu adını alıb. Adel sindromu. Məşhur fransız yazıçısının qızının şərəfinə Adel sindromu adını alıb. Victor Hugo. Hugo'nun mövzudan son sual. Bir küçük almaqla siz dünyada ən sadiq sevgini əldə etmiş olacaqsınız. Sözlərinin müəllifi bu Nobel mükafatı laureatıdır. Bir küçük almaqla siz dünyada ən sadiq sevgini əldə etmiş olacaqsınız. Rudyard Kipling deyir bu sözlər. Məhz Rudyard Kipling. Buyurun. Sil roundda son mövzu oynanılacaq. Oyunçular öz yerlərini ala bilərlər. Adalar mövzusunu oynayırıq. Adalar. Adaya sürgün edilmiş bu doktorun orada keçirdiyi eksperimentlər. Bela Ciao. Cavab. Pas. Pas. Vendetta. Bu yəqin Gerbert Wells'in Dr. Moreau'nun adası Dr. Moreau. Eksperimentlər canlıların yarım insani sifət cizgiləri almasına gətirib çıxarmışdır.
Həsən Seyidbəylinin bu filmin neft daşlarının işçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Rotefahını? Möcüzələr adası. Düzdür. Möcüzələr adası. Dalamaz kimilər fəsiləsinə aid olan bu bitki cinsinin növlərindən tibbi məqsədlərlə istifadə olunur. Dalamaz kimlər? Yəqin Düzgün cavab? ada çiçəyi. Ada çayı. Ada çayı. Sayəsinə görə dünyanın 5-ci böyük adası olan Baffin torpağı bu ölkəyə məxsusdur. Baffin torpağı Kanadaya. Kanadaya. Adalar 1500. Son sual. Napolyon Bonapartın dövründə fransızlar tərəfindən işğal edilmiş bu ada imperatorun süqutundan sonra Toskana hersoqluğuna qatılmışdı. 1869-cu ilin iyununda İtaliya hökuməti onu 100.000 lirəyə aldı. Belə çav? Sardinya. Yox, cavab səhvdir. Toskana hersoqluğuna qatılmışdı. 69-cu ilin iyununda, 1869-cu ilin iyununda İtaliya hökuməti onu 100.000 lirəyə aldı və bizə daha çox Aleksandr Dumas'ın əsərindən tanışdı Əmin ada. Monte Cristo adası. Bəli, Monte Cristo. Gəlin. Oyunun 3-cü mərhələsi də geridə qaldı və biz növbəti 4-cü mərhələyə keçid alırıq. Sırada fərdi raunddur. Fərdi raundun qaydaları belədir. Bu raundda hər komandadan yalnız bir nəfər iştirak edə bilər. Və həmin oyuncuların təyin olması üçün komandalara biz vaxt veririk. Buyurun. Xal durumuna nəzər yetirək. Belaçao mənfi 5000, Rotefahne mənfi 2000, Vendetta 2000 xal və Mozalan 3 raunddan sonra 2300 xalla liderdir. İndi isə mövzularla tanış olaq. Pilləkən və nərdivan, heykəllər və abidələr, piramida, elmi nəzəriyyələr və pərdə enir. Mövzuların adları elan olundu. Başlayaq Belaçao'dan. Pərdə enir. Pərdə endi. Rotefahne? Elmi nəzəriyyətlər. Elmi nəzəriyyələrdən də imtina olunub, qalıb Vendettan seçimi. Heykel üçüncü piramida. Piramida mövzusu oynanılmayacaq və son olaraq lider komanda, Mozalan komandası öz seçimini etməlidir. Heykəllər və abidələri oynayaq. Beləliklə, komandaların seçiminə əsasən fərdi raundda heykəllər və abidələr adlanan mövzu oynanılacaq. İlk sual dəyəri 400 xal. Azərbaycan prospekti, İstiqlaliyyət, İslam Səfərli və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən bu heykəl 1949-cu ildə qoyulmuşdur. Vendetta. Nizaminin heykəli, düzdür. 1869-1934-cü illərdə Avropa, Asiya, Afrika və Avstraliyada bu kanslerin şərəfində 250 güllə heykəl qoyulmuşdu. Mozalan? Kanslerin? Bəli. Otto von Bismarck. Bismarck'ın şərəfində, düzdür. Yuxarıya doğru daralan bu abidələr qədim Misir memarlığının mühüm tərkib hissəsi idi. Qədim Romada onlardan qnamon qismində istifadə olunurdu. Rotefahne? Olsun obelisklər. Obelisklər, düzdür. Dəqiq cavab. İsveçrənin Basel şəhərində ucaldılmış Dryland Derek abidəsi bu üç dövlətin sərhəd kəsişməsini simvolizə edir. Mozalan? İsveçrədirsə, Almaniya, Fransa və İtaliya. Cavab səhvdir. Belaçao? Almaniya, Fransa, bir də Avstriya. Bu cavab səhvdir.
Keçid alırıq Rotefahne komandasına. İtaliya, Almanya, Fransa. Bu cavabı səhv. Almaniya, İsveçrə, İtaliya, məsəl üçün. Almanya, Fransa və İsveçrə. Son sualdan öncə vəziyyət. Belaçao mənfi 6600, Rotefahne mənfi 2400. Bu komandaların artıq oyunun qalibi olma şansları yoxdur. Vendetta 2400, Mozalan 1500. Əgər Vendetta bu suala düzgün cavab versə, komanda görüşün qalibi olacaq. Mozalan isə son raunda lider kimi qədəm qoymaq üçün bu suala düzgün cavab verməlidir. Beləliklə diqqətli olun, son sual dəyəri 2000 qalır. Yunan dilində boş və məzar sözlərinin birləşməsindən yaranan bu söz mərhumun cəsədinin saxlanmadığı yerdə ucaldılmış. Vendetta. Cavab. Sarkofag. Sarkofag cavabı səhvdir. Yunan dilində Rotefahne. Olsun Akropolis. Akropolis səhvdir. Yunan dilində sual sola kimi oxuyuram. Yunan dilində boş və məzar sözlərinin birləşməsindən yaranan bu söz mərhumun cəsədinin saxlanmadığı yerdə ucaldılmış abidəni ifadə edir. Düzgün cavab kenotaf. Kenotaf idi. Gəlin. Beləliklə olduqca gərgin və dramatik məcrada keçən fərdi raundda yekunlaşdı və xal durumu nəzərdən keçiririk. Belaçao mənfi 6600, Rotefahne mənfi 4400, Vendetta 400, Mozalan 1500. Göründüyü kimi son sualda edilən risk Vendetta'nın 3 oyunluq qələbə seriyasını dayandırdı və 4-cü oyunda onlar qələbə qazana bilmirlər. Və artıq xəmsə raundunun keçirilməsinə ehtiyac yoxdur, çünki artıq Mozalan komandası rəqibləri üçün əl çatmazdır. Və biz qalib komandanın Mozalanı təbrik edirik. Qaydalara uyğun olaraq sonda biz oyunda fərqlənmiş bir oyunçunu mükafatlandırırıq. Bu dəfə oyun ərzində bir çox oyunçular diqqətimizi çəkdi. Xüsusilə Vendetta'dan Ülvi Mehrəliyev və Mozalan komandasından Əli Babazadə. Lakin yekun nəticədə bütün oyun ərzində göstərilən oyunlar haqqında müzakirə apardı və belə qərara gəldi ki, Ülvi Mehrəliyev bu görüşün ən yaxşı oyuncusu adına layiq görülür. Düz bir həftədən sonra yenidən görüşəcəyik. Sağ olun, salamat qalın.